Ayın neçəsidir bugün abi? Bugün ayın 17'si. May ayının 17'si 2025. il. Balaca Abdullayev, Qoca Qartal, bir də müəllim. Yenə zibillərindəyik. Cəfərov Ramizin ana vətənində. Çəkir hamısını. Bax. Daşkəsən rayonunun Zibilən kəndi. Cəfərov, bax, ay Cəfərov. Ben deyirdim, bu yolları düzəltdirəcəm Cəfərov. Bu yolları niyə düzəltdirmişsən, ay Cəfərov? Gözəl təbiət qoyunu, təmiz hava. Gedirik. Xalyar yığmaq, eləmə belə eləmə. Bəli. Nə deyə bilərsən, səhər-səhər. Güzel yolumuz var. Haradasa bir 2 kilo, 3 kilometr yolumuz var mı ora qədər? Olar, hə. Ben onu deyirəm ki, Allah sağ olasın. Amin. Həmişə hər il gəlir. Ağıllı ol. Qapın açın. Hə də, ərazi belədir. Amma çox gözəl, çox qəşəng kənddir. Gözəl havası var. Gözəl təbiət var. Nasıl yayın yeri? Hə, bəh. Ay maşallah, ay maşallah. Yerində bizim qohumlar 300-500 qoyun saxlayır. Hamısı Fərhadoz qoyunu tanıyır, İsmenlə. Üç kez bir yere batırdı. Hamısı qoyunlarda metkası vardı. Fərhadoz qoyunu tanıyır. Bir tane gelir o